Necəsən Nəmin? Yaxşıyam Firuz, sən necəsən? Yaxşıyam. Bugün nə haqqında danışaq? Danışmağa o qədər mövzu var. Məsələn, bugün birini seçək. Gəl hiperaktivlik və diqqət əksikliyi sindromundan danışaq. Hiperaktivlik və diqqət Əksikliyi sindromu. Okay. Almanların ADHS dedikləri. Almanları soxuşdurmadan ortalığa kimi lazım. Onlar oradan nə deyir? Yaxşı, Almanları soxuşdurmuram. ADHS ilə bağlı video, simptomları, kriteriyaları, nə zamandan bəri kimi ADHS diaqnozu qoyulur, qoymaq üçün nələr lazımdır, ADHS diaqnozu qoymaq üçün nə üçün atestat lazımdır. Nə? Atestat niyə lazımdır? Atestat lazımdır ki, atestat və Almaniyada Almaniyada müəllimlər hər il sonu uşaqlar, şagirdlər haqqında yorum yazırlar. Necə olub, necə hiss edib özün. Ona görə də çox önəmlidir. Yəni, ondan başqa da o rəy, həkimlər, müəllimlərin rəyi çox önəmlidir uşaqları haqqında. Amma təbii ki, bizə gələn xəstələr uşaq yaşlarında olmadıqlarına görə onlardan əvvəlki çoğunistlərin, yəni atestatların və onları atestat hər ilin rəyin tələb edirik xəstələrdən. Bəzən də xəstələrə nə edirlər? Elvanzo verirlər. Elvanzo nədir? Liksamfetamin. Liksamfetamin niyə verirlər xəstələrə? Diaqnozu təsdiqləmək üçün. Hətta ADHS xəstələri nə qədər amfetamin çəkirlər və yaxud da kokain. Amfetamin və kokain onlara çox yaxşı təsir edir. Amfetamin... Çünki beyin o qədər aktivdir ki, bir yerdə artıq sakitləşməyə ehtiyacı var. Məsələn, biz öz beynimizlə müqayisə aparaq, normal bir insanın ya da beyni, belə deyim, normaldır. Nə çox ləng deyil, nə də çox aktiv deyil. Ancaq bu xəstəlikdə beyin o qədər aktiv olur ki, eyni anda o qədər şey eləmək istəyir, ancaq təəssüf ki, bir şəkildə o qədər sürətlə hər şey keçir ki, beyindən heç birinə konsentrasiya ola bilmir. Sadəcə ağlına gəlir və nəinki ağlına, həmçinin bunlar bədən olaraq da aktiv olurlar. Çətin işlərdə, yorucu işlərdə bunlar çox yaxşı işləyə bilərlər. Çünki zövq alırlar, yorulmurlar. Onlara bir yerdə yorulmaq lazımdır. Amfetamin və kokain isə sənin dediyin əksinə onları sakitləşdirməyinə baxmayaraq digər normal xəstələri sürətləndirir. Və onun üçün hər şey onlara görə ətraf daha yavaş olur. Xəstə